Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Vəllazi nəfsi biyədi ilə şirku fikum əxfə min dəbibin nəml." Nəfsim əlində olana and olsun ki, yəni sizin içərinizdə, aranızda şirk qarışqanın ayaq izlərindən daha gizlidir. Əvələ adullukum İdə qultumuhu ədhəbəllahu ankum qalilə şirk və kəthira. Mən sizə elə bir şey öyrədimmi ki, onu dediyiniz zaman Allah Teala sizdən şirkin azını da və çoxunu da aparar, uzaqlaşdırar. Deyirlər ki, bəli, ey Allahın Rəsulu, deyir ki, təqulun Allahümmə innə nə'udhu bikə ən nüşrikə bikə və nəhnu na'ləm və nəstəğfirukə limə lə na'ləm. Və belə deyirsiniz, Allahım, biz bildiyimiz halda sənə şərik qoşmaqdan sığınırıq və bilmədiyimiz halda etdiyimizə görə də səndən bağışlanma diləyirik. Yəni, Allahım, yəni bildiyimiz halda bilərək sənə şərik qoşmaqdan sənə sığınırıq və bilmədən etdiyimizə görə də bağışlanma diləyirik. Yəni, bu